Gəlin birlikdə Ashley Vance'in bioqrafiyasına əsaslanaraq dövrümüzün ən cəsarətli, bəlkə də ən çox müzakirə olunan simalarından birinin pərdə-arxası hekayəsinə nəzər salaq. Bu sadəcə bir insanın hekayəsi deyil, bu bütün bəşəriyyətin gələcəyi uğrunda aparılan bir mübarizənin hekayəsidir. Hekayəmizə bu sitatla başlayaq. Bu, 21-ci əsrin əvvəllərindəki o texnoloji durğunluq hissini, o məyusluğu çox dəqiq ifadə edir. Hamı böyük, möhtəşəm yeniliklər, uçan maşınlar gözləyirdi, amma reallıq daha kiçik idi. Sanki böyük xəyallar unudulmuşdu. Amma bax, bu ümumi durğunluğun ortasında bir nəfər vardı ki, o böyük xəyallar qurmaqdan əl çəkmirdi. Və bugün biz məhz onun, yəni Elon Musk'ın hekayəsini danışacağıq. Yaxşı, bəs bütün bu inanılmaz ambisiya, bu tükənməz enerji haradan qaynaqlanır? Gəlin hekayənin ən əvvəlinə qayıdaq və hər şeyin haradan başladığını anlamağa çalışaq. Onun uşaqlığına baxanda hər şeyin necə fərqli olduğunu dərhal görürsən. Yəni o, təkcə uşaq ikən öz video oyununu yazmayıb, həm də cəmi 14 yaşında bəşəriyyətin mənası nədir kimi dərin suallarla boğuşub. Məhz bu erkən axtarışlar onun bütün gələcək həyatının təməlini qoydu. Və bütün bu axtarışlar, bütün bu suallar onu bir əsas missiyaya gətirib çıxardı. Nəyin bahasına olursa olsun, bəşəriyyətin sağ qalmasını təmin etmək. Bax, bu fikir onun qurduğu hər şirkətin, atdığı hər addımın arxasındakı əsas hərəkət verici qüvvədir. SpaceX, Tesla, hamısı bu böyük məqsədə xidmət edir. İndi isə gəlin onun Silikon vadisindəki ilk böyük sınağına keçək. Bu, təkcə bir uğur hekayəsi deyil, həm də çox acı bir xəyanət hekayəsidir. Onun ambisiyasının miqyasını elə iç addımlarından görmək olurdu. XCOM sadəcə bir onlayn ödəmə sistemi olmamalıydı. Yox, o bütün bankçılıq sistemini inqilabi şəkildə dəyişdirmək, hər şeyi yoxlama hesablarından tutmuş, sığortaya qədər tək bir onlayn platformada birləşdirmək istəyirdi. Təsəvvür edin, o dövr üçün bu necə cəsarətli bir fikir idi. Belə böyük bir vizyondan hər şey əla görünürdü, elə deyilmi? Amma texnologiya dünyasında bəzən ən böyük təhlükə rəqiblərdən yox, elə içəridən, öz komandandan gəlir. Baxın, hekayənin bu nöqtəsində pərdə arxası bir mübarizə başlayır. Musk şirkətinin gələcəyi üçün gecə-gündüz çalışarkən bəzi rəhbər şəxslər onun arxasınca tamamilə başqa planlar qururdular. Və ən pisi nə idi bilirsiniz? Bu adi bir işdən çıxarılma deyildi. Bu onun bal ayında, yəqin ki, həyatının ən xoşbəxt anlarından birini yaşadığı vaxt arxasından vurulan bir zərbə idi. Qurucusu olduğun şirkətdən bu şəkildə uzaqlaşdırılmaq, bu dərin bir şəxsi xəyanət idi. Bu xəyanət çox ağır idi, amma onun qarşılaşacağı ən pis şey bu deyildi. İndi gəlin hekayənin ən qaranlıq dövrünə, hər şeyin, sözün əsl mənasında bitmək üzrə olduğu anlara gedək. Vəziyyəti bir anlıq təsəvvür edin. 2008-ci il. Onun iki böyük arzusu, həyatının işi olan iki şirkət eyni anda çökürdü. Bir tərəfdən SpaceX-in raketləri ard-arda partlayır, digər tərəfdən isə Tesla iflasın bir addımlığında can çəkişirdi. Hər şey məhv olmaq üzrə idi. Bu rəqəm onun PayPal-ı satdıqdan sonra əldə etdiyi bütün sərvəti idi, bütün var dövləti. Və o bir seçim qarşısında qalmışdı. Ya bu pulla sakit, rahat bir həyat yaşayacaqdı, ya da hər şeyini son qəpiyinə qədər uğursuzluğa məhkum görünən iki şirkətə yatıracaqdı. Bu, əsil ya hər şey, ya heç nə anı idi. Bu təzyiqin onun üzərindəki şəxsi yükünü, o stresi anlamaq üçün o vaxtki partnyorunun bu sözlərinə qulaq asmaq kifayətdir. Bu sadəcə biznes problemləri deyildi. Bu bir insanın fiziki və mənəvi olaraq tamamilə tükənməsi idi. Amma necə deyərlər, ən qaranlıq gecə sübhdən əvvəl olur. Bəzən ən böyük zəfərlər məhz küllərin arasından doğulur. Gəlin hekayənin dönüş nöqtəsinə, onun bu ümidsizlikdən necə çıxdığına baxaq. Hər şey bu son cəhddən asılı idi. Tək bir şans. Əgər bu 4-cü raket də partlasaydı, hər şey bitirdi. Bütün pullar, bütün ümidlər, hər şey yox olacaqdı. Və sonra o möcüzə baş verdi. Partlayış yerinə raket uğurla orbitə çatdı. O an təkcə bir raketin yox, iki şirkətin və bölük bir vizyonun taleyi dəyişdi. SpaceX-in bu zəfəri bir domino daşı kimi idi. İnvestorların inamı dərhal qayıtdı və bu uğurdan cəmi bir neçə ay sonra, Milad bayramından bir neçə saat əvvəl, Tesla'da iflasdan xilas olmaq üçün lazım olan son dəqiqə maliyyəsini təmin edə bildi. Bu, avtomobil onun qələbəsinin ikinci pərdəsinin simvoludur.
Beləliklə, bir neçə kritik həftə ərzində hər şeyi itirmək astanasında olan bir adam karyerasının ən böyük zəfərini qazandı. Bu, onun tükənməz əzmkarlığının, sarsılmaz iradəsinin nəticəsi idi. Və bu zəfərdən sonra o, nəhayət, əsl məqsədinə fokuslana bilərdi. Və nəhayət, gəlin onun əsas vizyonuna geri qaydaq. İndi həmişəkindən daha real, daha əlçatan olan o böyük vizyona. Bu sadə mənzərə əslində onun əsl məqsədini hər şeydən daha yaxşı ifadə edir. Bütün bu mübarizə, bütün bu risklər, iflasın astanasından qayıdış, bütün bunlar nə üçün idi? Cavab məhz bu iki posterdədir. Soldakı poster bugünün reallığıdır. Soyuq, qırmızı, cansız bir planet. Sağdakı isə onun xəyalıdır, yaşıl, okeanları olan həyat dolu bir Mars. Bax, onun bütün fəaliyyətinin niyəsi bu iki poster arasındakı fərqdə gizlidir. Onun əsl missiyası soldakı reallığı sağdakı xəyala çevirməkdir. Və bütün bu hekayənin sonunda insan özünə bu sualı verir. Əgər bir insanın sarsılmaz iradəsi bizi bu nöqtəyə gətirə bilirsə, bəs bizim bir bəşəriyyət olaraq potensialımızın həqiqi sərhəddə haradadır? Bəlkə də yeganə sərhəd öz təsəvvürümüzdə qurduğumuz sərhəddir.